Cavad xandır. Bunun həyat yoldaşına baxın kim olub. Cavad xanın həyat yoldaşı. Asterik Adoyan. Asterik. Asterik yəni ulduz. Ermənicədə. Bizim dildə asterik yəni ulduz deməkdir. Ulduz xanı. Deməli ulduz Adoyan. Asterik Adoyan. Sizcə bizim bu Türk imperatorları bu əsrlər boyu niyə Erməniyə meyl olublar? Mən deyəndə ki, erməni xanımları özləri o deməli gəliblər ümumiyyətlə geni deməli erməniləşdirmək geni bilirsiniz. Bunu bilən insanlar da biraz gülünç kimi baxırlar. Nə bilim utopiya kimi, populist kimi belə şeylərlə baxırlar. Utopiya ilə belə danışırlar. Amma erməni xalqını görürsünüz, hər bir imperatorun sevgilisi, həyat yoldaşı. Bizdə də var da bütün hamıda hər biri ikinci arvadı erməni olurdu. Görürsünüz. Bu elə belə deyil. Yəni siz elə deyirsiniz ki, erməniyə belə sevgimiz var ya erməni xalqına. Onlar düzdür, dünyanın ən seksual qadınlarıdır. Yəni o masajda onlara çatan olmaz. Nə fransız, nə italyan, nə ispan, nə rus. Başa düşdünüz, nə Ukrayn, heç bir ərəb, türk, heç bir xanım yəni onlar başqa cürədilər. Mən görmüşük, yəni ona görə deyirəm da. Onlar insanı elə vəziyyətə salır ki, başdan ayağa ki, o insan bilmirəm da, vətənini də, dövlətini də salır. Bax, görürsünüz, Cavad xanı yıxan onun arvadı. Cavad xanı Süleymanı da, İsmaili də, Nadiri də, yəni bütün şahlardan deyim sizə, Tahmazın da, Məhmədin də, hansını deyəsən, bütün Süleyman Sultanın nə qədər erməni xanımları olub, bəlkə də sayı hesabı yoxdur. Ona görə də bax, onlar gəliblər əslində türkü məhv eləməyə. 4 xalq var türkü məhv eləmək üçün. Rusdur, Fələstin, Fars, erməni. Bax, bu 4 xalqlar çox dünyada varsa o xalqlar. Yəni günümüz qara olacaq. Qonşularımız Rusdur, Farslar, ermənilər qardaş, bu günümüzü qara eləyəcəklər. Qurtarmaq yoxdur. Dünyada ya deməli türk qalmalıdır, ya onlar. Kimsə inanır ki, onlar bizlə haçansa yaxşı olacaqlar ki, 50 il yaxşı ola bilər, 30 il yaxşı ola bilər, ancaq o yox, o elə belə gəlmirlər. Ümumiyyətlə, bu farsdır, ermənidir, bu rusdur. Bunları Tanrı yəqin ki, o göndərdi Türkiyə ki, türk məsələni həll edə. O da indi hələ yəqin ki, özü məsləhət bilmir, amma axırı yəqin türkün qələbəsi ilə qurtaracaq. Türk olmasa düzəlməyəcək dünya. Bu Amerika, Fransa, Fars, bilirsiniz, bunların marağı ancaq adam öldürsünlər. Bax, 100 ildir yaranıb Fars. 100 ildir torpaq verdilər. Nəylə məşğuldur? Adam öldürməklə. Rusdur, 300 ildir dövlət. Deyirsiniz, axı danışır da belə, utopiya danışır, nağıl danışır. 300 ildir dövlət yaranıb Pyotrun vaxtından. Bir günü Rusun bir sülh şəraitində yaşayıb deyə bilər ya yox. Один день мирно жил русский за эти 300 лет создания российского государства Петром, которые şvedские ученые, историки писали русскую историю. Yəni Rus tarixini də onlar yazıblar. İsveç yazıbdı. Pyotrun xahişi ilə.
Ermənilər haylara 100 ildir dövlət yaratdılar Azərbaycanda. Yaşayıb, sual verirəm də yaşayıb 100 ildir Türk başı kesir. Fələstindir, 100 ildir avtonomiyadır da, o neynir? Onunla əlləşir, Yahudilərlə əlləşir. Farslar 100 ildir, 1925-dən də hakimiyyətə gəlib, neynir? Böyle Türk öldürür. 100 ildir Türk öldürür. Ay kişi 100 ildə milyonlarla Türk'ün başını kesib. Bruce Finn də təsdiq edib ki, bu soyqırım, bu qondarma soyqırımı o Türklərə aiddir. Türklərin başını kesiblər, ermənilərə yox. Ki, Vens gedib baş əyir orada. Bu sual veribdi, Farslar 100 ildir siz gəlmişsiniz, Qacarın başını kəsmişsiniz. Sual vermirsən? Ay kişi, bunlara bax, bu da indi istəyir gəlsin. Bax, bunlara sual veribsiz, sual veribsən, 100 ildir gəlmirsən, neynirsən? Türk'ün niyə başını kəsirsən? Ermənilər 100 ildir gəliblər. Niyə Türk'ün başını kəsir? Farslar 100 ildir. Niyə Türk'ün başını kəsir? Niyə Türk'lə əlləşirsən? Onun da düzdür, Fransızların tapşırığı ilə gəlib. Bugün də görürsünüz, Trump'ı başa saldılar ki, Farsın hakimiyyətini yıxmaq düz deyil. Ona görə gətirməmişik hakimiyyətə. Türkləri hakimiyyətdən uzaqlaşdırdıq 25-ci ildə bugünə yox. Ki, təzədəndən qaytaraq Türk'ü, Turan'ı qaytaraq, Böyük Azərbaycan'ı qaytaraq hakimiyyətə. Yox, biz Farsları gətirdik, bu qaraçıları, Fars adı verdi ki, bu Türk'ü vursun. O da qırmızı xətti keçib Avropalılarla başlayacaq. Bax, bu sualı veribsiz, Ruslara, Farslara, Ermənilərə, Fələstinlərə sual verirsiniz, niyə Türk? Fələstinlər 1915-də baş kəsirdi. Türk'ün 15 min əsgərinin başını kəsirdi. Düzdür? Fələstinlərə sual verirsən, bu nədir? Erməni bayrağı qaldırırsınız. Erməni abidəsi niyə qoyursunuz İranda? Soyqırım abidəsi. Sual verirsən, Turan təşkilatın sədri Farslara. Sənin bu Farsların sual verirsən, Xocalıda olub, Qubada olub, 31 martdır. Hansısa bir Fars nümayəndəsi olub, gəlib qəbirlərin üstündə ərəb Fars şıllaq atırdı. Şəhidlərin qəbrində şıllaq atanda sən sual verdin bunlara. Bunlara sual verdin, niyə Farslar şıllaq atırlar şəhidlərin qəbrinin üstündə? Sən sualı verməliydin. Hansı Azərbaycanlı deyə bilər? Bax, bunlara da soruşuram. Biriz deyə bilərsiniz, 31 mart hansısa Fars olub Qubada, Xocalı abidəsində, Xocalıda hansısa Fars olub, sual ver Farsa. Nə deyim sizin ləhənə də gələsiniz.